Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Allahın salamı olsun hər birinizin üzərinə. Bugünkü mövzumuz otların bağımız üçün və fındıq ağaclarımız üçün, əsas da yeni əkilən fındıq ağaclarımız üçün, yəni yeni salınan fındıq bağımız üçün otların, ümumiyyətlə orada olan alaq otlarının, müxtəlif növ otların faydasından danışacağım dəyərli izləyicilər. Çox təəssüflər olsun ki, bugün bir çox respublikamızda bir çox necə deyim, işbazlar var ki, o otu düşmən göstərərək insanlara, güya ki, ot bağınızda sizin problem yaratır, ot sizin ağaclarınızın inkişafına mane çıxır. Tamamilə yanlışdır dəyərli izləyicilər və siz ota qarşı dərman preparatlarından istifadə edin. Yəni herbisid kimi tanıdığımız bir çox adlar altında istifadə olunan alaq otlarından istifadə etməlisiniz. Yoxsa siz, dəyərli izləyicilər, biz bu bağı artıq 4 yaşı var. Biz bu bağı susuz otların hesabına artıq gətirib bura, bu gördüyünüz kimi 2 metr yarım da var ağaclarımız, əlçəyi çatdırmışıq. Çünki otun bir nömrəli faydası başlayır torpaqda olan rütubəti qoruyub saxlayır. Torpağı yayın ən isti dövründə günəşin sərt şüalarından qoruyur və yağış yağdığı təqdirdə də dəyərli izləyicilər, həm yağışın ani yağan leysan yağışların sürətini azaltaraq torpağın onu almasını təmin edir və uzun müddət yağış suyuna rütubətli qalmasını təmin edir. Və biz bunun sayəsində əyani olaraq sizə göstərirəm ki, həmən bu bağı əlçəyə gətirmişik. Və bizi tanıyan hər kəs də bilir ki, bu bağı həqiqətən biz bu formada əlçəyə gətirmişik. Amma şübhəsi olan hər kəsi də dəvət edirik ki, gəlsin əyani olaraq bizlə tanış olsun, görsün ki, burada hər hansı bir suvarma, hər hansı bir gübrə, dərman, peyindən istifadə olunubdur. Qətiyyən, əkdiyimiz dövrdə can suyu vermişik, 20 litr, o da əkdiyimiz zaman, əkilən zaman, sonradan yox dəyərli izləyicilər. Can suyu əkilən zaman verilən bir sudur. İndi əsas burada nəyə gətirirəm məsələni? Yenə də deyirəm, dəyərli izləyicilər, otları düşmən kimi görməyin. Bugün ota qarşı istifadə olunan herbisidlər ümumiyyətlə bildiyimiz kimi, gördüyünüz kimi, yəni hal-hazırda ölkəmizdə 3 adamdan birində qaraciyər iltihabı var. Onun bir nömrəli səbəbi nədir? Herbisidlərin bizim qidalarımıza daxil olması, qidalarımızla yəni bizə orqanizmimizə daxil olması və qaraciyərin onu süzə bilməməsi. Çünki herbisidlər 9 adda məhv edən bir, necə deyim, tərkibi var onun. Ən iri nəhəng canlı fildirsə, fildən başlayır, bilmirəm daha hansı var, suda yaşayan da o 200 tonluq yaşıl göy balinadır, ona kimi öldürməyən canlı yoxdur. Eləcə də bitən otlardan, yəni torpağın üzərində bitən və torpağın üzərində gəzən, yaşayan, onun məhv etmədiyi canlı elə bir şey yoxdur. Ona görə dəyərli, qaraciyərimiz insanlarda onu süzə bilmir. Bu qaraciyər iltihabına, ümumiyyətlə orqanizmin tamamilə sıradan çıxmasına səbəb olur. Eləcə də təbiətdə neynir? Bir çox quş növlərinin, bitki növlərinin hansı ki dərman kimi istifadə edirik, onların tamamilə içməsindən məhv olmasına səbəb olur. Mən bir çox aidiyyatı qurumlardan xahiş edərdim ki, bu məsələ ilə bağlı ciddi yoxlamalar aparsınlar ki, son zamanlar ölkəmizdə başlı-başına bundan istifadə olunur. Çox kobudcasına istifadə olunur. Nə onun qədərini, nə onun, necə deyim, düzgün təyinatı var. Hər kəs bilən, bilməyən, hansı sahədə olur olsun herbisiddən istifadə edir. Dəyərli qida məhsullarında ondan çox həssas davranmaq lazımdır. Çox təəssüflər olsun ki, tam tərsinədir. Yəni, əsas mövzu nədir? Dəyərli, əgər fındıqçılıqdan söhbət gedirsə, fındıq bağlarınızda herbisiddən qətiyyən istifadə eləməyin. Torpağınıza o düşməsin. Otlardan dəyərlənin dəyərli. Nə edirlər? Bir çox insanlar otu herbisidlə yandırır, sonra gidib gübrələrə müraciət edir. O 2 qat zəhərlənməyə və onun ərşiyə gətirdiyi məhsulun zəhərli bir maddə kimi nə olur insanlar tərəfindən qəbul olmasına səbəb olur. Birinci, nədən başlayıram? Otlar bizim, yenə də deyəm, bağlarımızda xeyirdən başqa bir şey gətirmir bizə. Yalnız xeyir. Çünki, yenə də deyəm, ot torpağı rütubətli saxlayır. Ən çox da yeni salınan bağlarda dəyərli izləyicilər çox faydalıdır, rütubətli saxlayır. İlk illərdə, əkdiyimiz illərdə fındıq ağaclarımızın qurumamasını təmin edir. Bax, gördüyünüz kimi biz burada nə etməmişik? Heç bir dənə də ağac əvəz etməmişik. Yenə də deyirəm, burada bizi tanıyanlar bilir ki, biz burada heç bir ağac əvəz etməmişik və hər kəs şübhəsi olan da dəvət edirik gəlsin. Əgər nə olar bizlə tanış olsun ki, biz burada otların hesabına, alaq otlarının hesabına
bağ əlsiyə gətirmişik. Bunu da hardan öyrəndik dəyərli izləyicilər? Təbiətdən. Baxın o dağlarımıza. Dağlarımızda kübrə, su, peyin nəsə verən var, yox. Orada şabalıt ağacları var, orada qoz ağacları var. İnsanlar onu eləcə də meşələrimizdə baxın. Meşə zolaqlarında çox gözəl, amma bizim bağlarımızda öz əlimizlə bağlarımızı, torpağımızı zəhərləyirik və sonra çarə axtarırıq. Dəyərli izləyicilər, bunun çarəsi yoxdur. Təbiət, mən sizə açıq deyim ki, təbiətin cavabı çox sərt olur. O elə bir cavabla, yəni bizim o ilə səhv davranmağımızdan o çox sərt cavab verəcək. Bir gün bizə artıq yavaş-yavaş da verir. Bir çox, yenə deyirəm, gördüyünüz kimi dərman kimi istifadə edən bir çox ot növləri artıq itib tamamilə, bir çox quş, heyvan növləri itib tamamilə məhv olub gedir və bu bizim üçün çox acı nəticələr verəcək. Və mən sizə herbisidin arılar üçün bir nömrəli zəhər olduğunu açıq-aşkar deyim və hər bir arıçıya da müraciət edirəm. Sizin bugün arılarınızın immunitetinin zəif olması, bir çox xəstəliklərə qarşı cavab verə bilməməsi, aciz olması, yenə də deyirəm, herbisidlər, kükürt tərkibli dərmanlar və diklofenat tərkibli dərmanlardır. Hər kəsə bunu deyirəm, şübhəsi olan, yenə də əgər bir canlı yaşadığı yerdə dayanmadan zəhərlənirsə, onun immuniteti artıq hər bir xırda bir, yenə də buraya nəyə gətirəmsə, insanın qaraciyəri. Gördüyünüz kimi, mən edəm, yenə adi bizim rayonumuzda 3-4 adamdan birini rindirsən, deyəcək qaraciyərində problem var. Nə deyib? Bu zəhərli maddələr. Əla xüsusda yenə də deyirəm, dəyərli izləyicilər, bağınızdakı otları, əgər otu idarə eləmək istəyirsinizsə, biz adicə dırnağımızı kəsəndə tamamilə mayasını kəsmirik ki, lazımsız hissəsini kəsirik. Siz də otları biçərək yerə tökür istəmirsinizsə, biçərək yerə tökün, yerdə qalsın, çürüsün, o daha da torpaq üçün faydalıdır. Qidadır, onu əvəz edəcək təbii qida yoxdur. Həm də ikinci mərhələdə artıq istilərin düşməsi ilə bərabər otları saxlayırsınız, dəymirsiniz. İnanın ki, mən sizə tam əminliklə deyirəm, ən quraq ərazilərdə belə siz otlardan, mənim dediyim qaydada, formada faydalanmağa çalışın. Siz onun elə ilk illərdən çox süper nəticəsini görəcəksiniz. Mən sizə tam əminliklə deyirəm və burada da əyani olaraq onu görürsünüz. Bağımız otludur və biz bu bağı 4 yaşı var. İlk 2 ilində, ümumiyyətcə ildə bir dəfə biçdik. O da ki, payızda artıq soyuqlar düşənə yaxın mulç ilə üyüdərək yerə tökdük. Və qalan indi 3-cü ildə bir balaca idarə elədik. İndi 4-cü yaşındadır. Baxasıyıq, ot bizə problem yaratarsa bir dəfə biçib yerə tökəsiyik. Yox, yaratmazsa fındıq toplama zamanı yenə də mulç ilə, şükür Allaha ki, indi rayonlarımızda qəşəng mulç elə var. Mulç, yəni dildə desək, otu üyüdən, ot üyüdən. Çox gözəl. Belə dəyərlilər, yəni əsas dediyim odur ki, əgər sizə otu düşmən kimi göstərirlərsə, otun təbiətə, bitkiyə, torpağa olan faydası sayılmaqla qutarmaz. Tam tərsi, çox təəssüflər olsun ki, mən yenə dedim, adam bilirəm ki, 4 ildir fındıq əkibdir. Fındıq qalıbdır qıraqda, otla mübarizəyə həsr etdi bütün işini, gücünü. O elə bilir ki, otu dayandırsa tamamilə yanlışdır. Orada yalın olsa, baxın dəyərli izləyicilər, burada bir böcəyimiz var, çox gözəl. Bir də nəyə deyirəm dəyərli izləyicilər? Belə bir şey çıxıb indi, tendensiya ki, heç bir canlı olmamalıdır. Baxın, bir dənə də. Deyirsən, burada bir arı görünür. Bağda nə deyirlər? Heç bir canlı olmamalıdır. Dəyərli izləyicilər, nəyə görə? Nəyə görə olmamalıdır? Canlısız yer ölü bir zonadır. Bundan 1-2 gün öncə televiziyaların birində Çernobılı göstərdilər. Deməli, hər şey artıq qaydasındadır. Necə? Heyvanlar var, hər bir heyvan var. Bitkilər öz yerində. Heyvanlar təbii olaraq artıb, çoxalıb, yaşayır. Nəyə görə? İnsanın kənar, yanlış müdaxiləsi yoxdur. Artıq hər şey öz yerində gəlib. Bir insan yoxdur. Bu da bizim dəvə dəlləyinin yumurtasıdır. Havaların biraz istiləşməsini gözləyir. İnşallah havalar istiləşdikdən sonra onlar da çıxacaq və başlayacaq bizim bağımızda sanitar işini görməyə. Bir nömrəli. Dəyərli izləyicilər, gördüyünüz kimi bağımızda hər şey öz qaydasındadır. Yenə deyirəm, kübrə, su, peyin, dərmandan istifadə etmirik və bu otların sayəsində bağımızda belə bir gözəl görüntünü əldə eləmişik. Belə dəyərli izləyicilər, əlavə sualları olan olsa bildirsin, hər kəsin sualını cavablandırmağa hazırıq. İnşallah kimə nəsə qaranlıq qalan bir məsələ varsa
yazsın. Belə dəyərli izləyicilər, demək istədiyim odur ki, ota görə əlavə pullar xərcləyək. Siz pul xərcləyərək gələcəyimizi zəhərləyirsiniz. Gələcəyimizin məhvinə imza atırsınız. Halbuki əksinə bu bizim üçün fayda gətirəcək bir məsələni tamamilə yanlış davranaraq, düşmən kimi görünərək göstərirlər bizə. Tam yanlış. Mən bunu əyani olaraq sizə göstərirəm ki, mən bu otların sayəsində, yəni biz bu otların işləyərək çox gözəl bağ əldə elədik. Bu qədər dəyərli izləyicilər, hər kəsin yəni suallarını gözləyirik. Əgər hər hansı bir qaranlıq qalan bir məsələ olsa.